Salam uşaqlar, bugünkü mövzumuz əvəzlikdir. Əvəzliyin özünə məxsus ümumi bir qrammatik mənası yoxdur. Yəni, əvəzlik hansı nitq hissəsini əvəz eləsə, həmin nitq hissəsinin də ümumi qrammatik mənasına uyğunlaşır. Yəni, əsas xüsusiyyəti bundan ibarətdir ki, əvəzlik bütün əsas nitq hissəsini əvəz eləsin. Əvəzliyin özünə məxsus bir sualı yoxdur. Əvəz etdiyi əsas nitq hissəsinin sualına cavab verir. Əvəzlik əvəz etdiyi nitq hissələrin bütün xüsusiyyətlərini özündə əks etdirə bilməz. Yəni, bəzi xüsusiyyətlərini əks etdirir. Ona görə də əvəzliyin özünə məxsus olan bir leksik və qrammatik şəkilçisi də olmur. Əvəzlik hansı suala cavab verməsi onun əvəz etdiyi nitq hissəsinə işarə edir. Məsələn, bunu özündən soruş. Bu cümləni götürək. Kimdən soruş? Nəyi soruş? Bu, nəyi sualına cavab verir? Bu isə kimdən? Hər ikisi də ismin suallarıdır. Deməli, burada əvəzliklər ismi yerində işlənmişdir. Daha sonra, əvəzliyi quruluşuna görə 3 cür olur. Sadə, düzəltmə və eyni zamanda mürəkkəb. Sadə əvəzliklər bir söz kökündən ibarət olur və bu arada yadda saxlayaq ki, şəxs, işarə, təyini əvəzliklər sadədir. Yəni, düzəltmə və mürəkkəb olmur. Sadə əvəzliklər məndir, sən, o, biz, siz, onlar və s. Düzəltmə əvəzlikləri isə bir sözə leksik şəkilçi düzəlməsi vasitəsilə yaranır. Düzəltmələr biri, kimi, yəni qeyri-müəyyən əvəzlik kimi, nəsə, neçənci, hərə, kimsə. Bunlar düzəltmə əvəzliklərdir. Bir də əvəzliklərin içərisində mürəkkəb olanlar da var ki, 2 və daha artıq sözdən yaranır. Mürəkkəb olanlara nəyə misal göstərmək olar? Heç kim, heç nə, nə qədər, hər kəs və s. Mürəkkəb əvəzliklər də bunlardır. İndi gələk biz əvəzliyin məna növlərinə. Əvəzliyin hansı məna növləri var? Şəxs, işarə, qeyri-müəyyən, təyini, sual. Şəxs əvəzlikləri ismi əvəz edir. İşarə əvəzlikləri isə ən çox sifəti, zərfi. İsimləşdikdən sonra isə bəzi işarə əvəzlikləri var ki, ismi də əvəz eləyə bilər. Qeyri-müəyyən əvəzliklər əsasən ismi, bəzi hallarda sifəti. Təyini əvəzliklər daha çox sifəti. Sual əvəzliyi isə bütün əsas nitq hissələrini. Nitq hissələrini əvəz eləyir. Şəxs əvəzlikləri
şəxs anlayışını heç bir konkretlik bildirmədən ümumi şəkildə ifadə edir. Nə üçün? İsm əvəz eləyir, düzdür. İsim əşyanın konkret adını bildirirsə, şəxs əvəzli konkret ad bildirə bilmir. Ümumi şəkildə ifadə eləyir. Şəxs anlayışını bildirir, lakin ad bildirmir. Və kim və nə sualına cavab verir? Kim? Bir də nə? Daha sonra yalnız sadə olur. İsmi əvəz edir. Şəxsə görə 3 növə bölünür. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Kəmiyyətcə tək və cəmdə olur. Mən birinci şəxsin təkində, biz cəmdə. Sən ikinci şəxsin təkində, siz cəmdə, o təkdə, onlar cəmdə. Deməli, şəxs əvəzlikləri təkdə və cəmdə olurlar. Təkdə mən, sən, o, cəmdə biz, siz, onlar. Şəxs sözü qrammatik məna daşıyır, yəni hər zaman insana aid olmur. Birinci və ikinci şəxsi bildirirsə, bu insana aid olur, yalnız kim sualına cavab verir. Üçüncü şəxsdən söhbət gedirsə, üçüncü şəxs nə sualına da cavab verə bilər. Mən yazdım, kim yazdı? Sən yazdın, kim yazdı? Amma ki, bir də deyirəm ki, o gəlib insanın ayışı, bir də deyirəm ki, o qələmdir. Nə qələmdir? O qələmdir. Ona görə də deyilir ki, üçüncü şəxs əşya da, yəni ki, belə deyim ki, təkcə şəxsi bildirməyə də bilər. Şəxs əvəzliyinin xüsusiyyətlərinə gəldikdə, şəxs əvəzliyi bayaq dediyim kimi təkcə sadə olur, hallana bilir. Yəni ki, hətta sizə deyərdim ki, hallanarkən ın şəkilçisi qəbul etməlidir, yəliyə görə. Amma ki, mən və biz əvəzlikləri hallananda yəlik halda mənim və bizim formasına düşür. Yəni, ın qəbul etmir. Bir də ki, şəxs əvəzli cümlədə əsasən mübtəda da ola bilər, tamamlıq da ola bilər, xəbər də ola bilər. Çox nadir hallarda təyin və ya yer zərfli rolunda çıxış edə bilir. O da necə? Deyirəm ki, bizə qələm verdi. Bir də deyirəm ki, bizə gəldilər. Verdi nəyi? Qələmi kimə? Bizə. Gəldilər haraya? Bizə, yəni bizim evə. Yəni, bu deməkdir ki, əvəzliklər bəzən cümlə üzvü kimi yer zərfli ola bilər, məkan məzmunu bildirə bilərlər. Biz, siz və onlar cümlənin yer zərfli olduğu zamanda belə ismi əvəz etmiş sayılır. Daha sonra yadda saxlayaq, şəxs əvəzliyi mənsubiyyətə görə dəyişməz. O şəxs əvəzli cümlədə mübtəda olduqda çox vaxt ondan sonra vergül qoyulur. Bəs hansı məqamlarda vergül qoyulur? Biz əsas ona baxmalıyıq. Çıxışlıq hal şəkilçisi qəbul etdiyi zaman mən, sən əvəzliklərinin yazılışın deyilişi fərqlənir. Məsəl üçün, məndən, məndən.
səndən, səndən, ondan, ondan və s. Və şəxs əvəzlikləri lık, lı, ciyəz şəkilçilərinə gəlib bilərək söz yaradıcılığında iştirak edə bilər. Mənlik və yaxud da ki, bizli, sizli, mənciyəz və s. Yəni, bəzi zamanlarda şəxs əvəzlikləri söz yaradıcılığında iştirak edə bilir. İkinci şəxsin təkini bildirən sən əvəzliyini yenə bəzən müxtəlif situasiyalardan asılı olaraq biz siz əvəzliyinə də iştirak edə bilərik. Özümüzdən böyük bir şəxsə müraciət edəndə sən əvəzinə siz deyirik. Məsəl üçün deyə bilərik ki, mən sizdən xahiş edirəm. Və tanış olmadığımız məqamda rəsmi müraciət forması kimi siz deyirik. Zəhmət olmasa siz mənə yolu göstərə bilərsinizmi? Və yaxud da ki, təvazökarlıq əlaməti olaraq mən yerinə biz də deyə bilərik ki, biz bu qərara gəlmişik ki, əslində bir nəfər də qərara gəlmiş. Lakin belə deyim ki, sadəlik mənasında biz bu qərara gəlmişik şəklində düşünə bilərik. Rəsmiyyət mənasında, hörmət mənasında siz və o əvəzli böyük hərflə yazılmalıdır. Məsələn, bunu yadda saxlayaq. Misal üçün nə deyə bilərik biz? Biz sizin xidmətinizi qiymətləndiririk. Yəni, misal üçün deyirik ki, biz rəsmiyyət və hörmət mənasında işlənir, siz və də o əvəzləri böyük hərflə yazılmış olur. Məsələn, yaradan da, yaşadan da odur. Burada artıq o böyüklə yazılmalıdır. Şəxs ilə ismin ortaq cəhəti bundan ibarətdir ki, hər ikisi əşyanın yerində işlənə bilir. Hər ikisi kim və nə sualına cavab verə bilir. Hər ikisi də hallana bilir. Lakin bu o demək deyil ki, ismin bütün xüsusiyyətlərini daşıya bilər. Hər ikisi mübtəda da olur, tamamlıq da, xəbər də, təkdə və cəmdə də olur, şəkilçidə qəbuldur. Fərqi budur ki, şəxs əvəzləri mücərrəd və konkret olmaz, ümumi və xüsusi olmaz. Şəxs əvəzliyi mənsubiyyətə görə bilmir. İsimlərin əksəriyyəti cəmlənə bilir, şəxs əvəzliklərinə mən və sən əvəzlikləri cəm şəkilçisi qəbul eləməz. İndi isə qeyri-müəyyən əvəzliklər haqqında danışaq. Cümlədə konkret olmayan şəxsi, əşyanın yerində işlənən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Bu əvəzliklər şəxs əvəzlikləri kimi kim və nə suallarından birinə cavab verir. Yəni, hara sualına cavab verməz. Qeyri-müəyyən əvəzliklər hansılardır? Biri, kimsə, bəzi, nəsə, kim isə, nə isə, hamı, hərə, filan kəs, və s. Deməli, bunlar qeyri-müəyyən əvəzliklərdir. Hərəyə xüsusi olaraq vurğulamaq istəyirəm ki, dilimizdə bir hər əvəzliyi var, bir də hərə. Hərə qeyri-müəyyən əvəzliyidir, amma ki, hər təyin əvəzliyidir. Qeyri-müəyyən əvəzliklərin bir çoxu hallana bilir. Lakin kim isə və nə isə əvəzlikləri hallanmır. Hansılar? Nə isə, bir də ki, kim isə hallana bilməz. Yəni, bu sözün birinci hissəsinə hal şəkilçisi artırıla bilər. Məsələn, kimin isə, kimdən isə, nədən isə və s. Lakin bu əvəzliklər eyni zamanda mənsubiyyətə görə dəyişməz.
Qeyri-müəyyən əvəzliklərin bir çoxu mənsubiyyətə görə dəyişir, lakin bəziləri bütün şəxslərin mənsubiyyətini qəbul etmir. Bunlar hansılardır? Hamı, hərə, bəzi. Yəni, bu əvəzlik əsasən bütün şəxslərin cəminin mənsubiyyətini qəbul edir. Məsəl üçün, bizim hamımız, bizim hərəmiz, bizim bəzilərimiz və ya da sizin hamınız, onların hamısı və s. Yəni ki, birinci, ikinci, üçüncü şəxsin cəminin mənsubiyyətini qəbul edə bilərlər. Bir də qeyri-müəyyən əvəzliklər bir qismi cəm şəkilçisi qəbul edə bilmir. Bunlar hansılardır? Bunlar mənsubiyyətin cəmini qəbul edir. Yəni, hər üç şəxsin cəmini qəbul edə bilir. Bir də var ki, bəzi əvəzliklərimiz var ki, onlar isə ümumilikdə cəm şəkilçisi qəbul edə bilmirlər. Biri, hamı, hərə. Cəmlənə bilmir. Daha sonra bir də bəzi əvəzliyimiz var ki, bəzi əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etmədikdə ismi əvəz edə bilmir. Bu əvəzlik mənsubiyyət şəkilçisi qəbul edəndən sonra ismi əvəz edər. Ayrı zamanda, yəni cəm şəkilçisi və yaxud da mənsubiyyət şəkilçisi qəbul etmədikdə yalnız və yalnız sifət əvəzləyə bilər. Qeyri-müəyyən əvəzliklərdən kimsə əvəzliyi var. Kimsə əvəzliyi iki mənada işlənə bilir. 1. Qeyri-müəyyən şəxs mənasında, məsəl üçün, kimsə məni çağırdı. Kimsə çağırdı. Bir də inkar mənasında, yəni heç kim mənasında. Kimsəm qalmadı. Yəni heç kimim qalmadı mənasında. İndi bir də ümumiləşdirək. Qeyri-müəyyən əvəzliklərdən bəziləri var ki, hər şəxsin ancaq cəminin mənsubiyyətini qəbul edə bilir. Bu əvəzliklər hamı əvəzliyidir. Daha sonra hərə və bəzi əvəzliklərdir. Bəzi əvəzliklər var ki, onlar ümumilikdə cəm şəkilçisi qəbul edə bilmirlər. Yəni, cəm qəbul etməzlər. Biri hamı, hərə əvəzliklərdir. Bir də qeyri-müəyyən əvəzliklər sadə, düzəltmə, mürəkkəb olur. Sadəyə misal göstərmək olar hamı, düzəltmə nəsə, kimsə, biri, hərə, mürəkkəbə isə nə isə, hər şey, hər kəs, hər kim və s. İşarə əvəzlikləri, işarə məqsədi ilə işlənən əvəzliklərə işarə əvəzlikləri deyilir. Bu əvəzliklər hansılardır? O, bu, elə, belə və həmin. İndi gələk bu əvəzliklər hansı məqsədlə istifadə olunur, nəyə əvəz edir və s. Bu əvəzliklər kimə və ya nəyə isə işarə məqsədi ilə işlənir, necə, nə cür, hansı olanın birinə cavab verir. Quruluşda da yalnız və yalnız sadə olur, ən çox da sifət əvəz edirlər. Məsələn, o kitab mənimdir. Hansı kitab? O kitab. Və yaxud da deyək ki, bu əsər çox maraqlıdır. Hansı əsər sifətə əvəzli edib. Bəzən bu əvəzlər sayı da, feili sifəti də, zərfi də əvəz edə bilər. Məsəl üçün deyirəm ki, ikinci kitab çantadadır. O kitabı mənə ver.
Bu artıq burada o əvəzliyi hansı kitabı, yəni ikinci kitabı mənasında işlənir. Və bu məzmunda olduğuna görə də biz deyə bilərik ki, buradakı o əvəzliyi sayı əvəz eləmiş olacaq. Və yaxud da ki, oxuyan uşaq mənim qardaşımdır. Həmin uşaq mənim qardaşımdır. Artıq burada feili sifəti əvəz eləmiş olur. İşarə əvəzliklərinə gəldikdə bunların içərisində bu əvəzlikləri var. Bu işarə əvəzlikləri sifətin yerində işlənir və cümlənin təyini olur. Məsələn, bu qələm mənimdir. Hansı qələm? Bu qələm sifəti əvəz eləyibdir. Və yaxud da deyirəm ki, o məktəb Bakıdadır. Hansı məktəb? O işarə əvəzliyi əsasən sifəti əvəz edir. Bu işarə əvəzliyi isə həm sifəti, həm də ismi əvəz edə bilər. O əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi kimi işlənən amonim əvəzlikdir. O şəxs əvəzliyi kimi işlənir. Bu zaman baxaq. Cümlənin mübtədası xəbəri tamamlığı olduqda, ismin sualına cavab verdikdə, özündən sonra vergül işləndikdə, yəni o nə zaman şəxs əvəzliyi olur? Mübtəda, xəbər, tamamlıq olarsa. Olduqda. İsmin sualına cavab verəndə, yəni kim, nə sualına cavab verdikdə. Özündən sonra vergül işləndikdə. Bir də eyni zamanda özündən sonra köməkçi nitq səsi gəldikdə. Daha sonra ən sonuncu o şəxs əvəzliyi kim, nə, işarə əvəzliyi hansı sualına cavab verir? O əvəzlik hallanıbsa, cəmlənibsə, mübtəda tamamlıq olubsa, deməli artıq o şəxs əvəzliyidir. Sifətin sualına cavab versə, yəni hansı sualına cavab verdikdə isə biz artıq o əvəzliyini işarə əvəzliyi kimi götürəcəyik. Hallanmaq, cəmlənmək, mübtəda tamamlıq olmaq o şəxs əvəzliyinə xas olan bir xüsusiyyətdir. Daha sonra bu əvəzliyi sifəti əvəz edir, amma bu əvəzliyi substantivləşə, yəni isimləşə bilər. Hal qəbul edə bilər, cəmlənə bilər, mübtəda tamamlıq ola bilər. Bu əvəzlik yalnız üçüncü şəxsə aid olan şəxs şəkilçisini qəbul edə bilər. Yəni, məsəl üçün, biz deyə bilərik, bu əvəzlik hallanır, amma mənsubiyyətə görə dəyişmir. Bu əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etməz. O, bu əvəzliklərin mənsubiyyətə görə heç biri dəyişmir. Elə belə əvəzlikləri var ki, elə və belə. Bunlar da işarə əvəzlikləridir. Həm sifəti,
həm də zərf əvəz edirlər. Bəzən də ismi yerdə işlənə bilər, əgər mənsubiyyət və cəm qəbul edərsə. Bu əvəz ilə sifəti əvəz etdikdə ismi aid olur. Məsəl üçün deyək ki, elə insan çox getməz. Necə insan, elə insan. Özündən sonra isim gəlibdir və sifəti əvəz edibdir. Bir də deyirəm ki, elə danışma. Necə danışma? Hərəkətə aid olduqda əvəzliydi, amma zərfi əvəz etmiş olacaq. Bir də bir şey yadda saxlayın. Soruşulsa ki, elə və belə sözü cümlədə hansı nitqi səsdir? Sifəti əvəz eləyibdir. Amma bu o demək deyil ki, o sifətdir və yaxud da ki, zərfi əvəz edib. O demək deyil ki, zərfdir. Hansı nitqi səsini əvəz edib deyəndə sifəti əvəz edibsə sifət yazacağıq. Zərfi əvəz edibsə zərf yazacağıq. Amma hansı nitqi səsidir sualı verilirsə, elə və belə sözlərlə biz gedib zərf və yaxud da ki, sifət deyə bilmərik. Nitqi səsi olaraq əvəzlidir. Əvəz etdiyi nitqi səsi nədir? Ona baxmalıyıq. Bir də yadda saxlayaq. Elə və belə əvəzliyi zərfi əvəz elədiyi zaman hansı sualına cavab verməz. Yalnız necə və nə cür sualına cavab verir. Deyə bilərik ki, o belə oxuyur. Necə oxuyur? Nə tərzdə oxuyur? Bir də əvəzlilər içərisində həmin əvəzliyi var. Həmin əvəzliyi, işarə əvəzliyi əsasən sifəti, bəzən də sayı və feili sifəti əvəz edə bilər. Məsələn, deyə bilərik ki, həmin evdə yaşayır. Hansı evdə yaşayır? Həmin evdə. Buradakı artıq həmin sözü həm işarə əvəzliyidir, həm də eyni zamanda sifəti əvəz eləyibdir. Və yaxud da deyirəm ki, o 2 mərtəbəli binanın qıraq və yaxud da deyirəm ki, o 2 mərtəbəli binada yaşayır. Sonra deyirəm ki, həmin bina artıq dağıdılıb. Həmin dediyim zaman artıq 2 mərtəbəli binanı nəzərə tuturam. Deməli, sifəti əvəz eləyibdir. Və yaxud da deyirəm ki, xalamgil 2-ci binada yaşayır. Biz də həmin binanın sakinləri. Neçənci bina? 2-ci. Burada isə artıq sayı əvəz etmiş sayılır. Həmin və o əvəzliyindən başqa digər işarə əvəzlikləri cümlənin mübtədası tamamlığı xəbəri ola bilər. O işarə əvəzliyi isə mübtəda və tamamlıq olmur. O dediyim xüsusiyyət o şəxs əvəzliyinə aiddir. Ümumiyyətlə isə həmin əvəzlik ismin heç bir xüsusiyyətini daşımır. Cümlədə yalnız təyin olur, isimləşmir, hallanmır, cəmlənmir, məsbə şəkilçisinə görə dəyişmir. O şəxs əvəzliyi və bu işarə əvəzliyi ismin sualına cavab verib mübtəda rolunda çıxış edərsə, özündən sonra hansı nitqisələri gəlsə vergül qoyular. Baxaq. Kim sualına cavab verəndə əgər özündən sonra isim gələrsə, məsəl üçün deyək ki, o kitab oxuyur. Özündən sonra isim gəldi. İsim gələrsə vergül qoyulacaq. Və yaxud da ki, sifət. Bu gözəl qərardır. Özündən sonra sifət gəlib və burada fikir verək ki, bu əvəzliyi nə sualına cavab verir? Bu gözəl qərardır. Nə gözəl qərardır bu?
Daha sonra deməli özündən sonra isim gələndə, sifət gələndə, sonra say gələndə o 5-ci binada yaşayır. Özündən sonra say gələrsə, daha sonra özündən sonra zərf gələndə o hərdən məni xatırlayır. Hərdən burada əvəzli yox, zərfdir. Daha sonra modal söz gələndə o deyəsən unudub. Deyəsən burada modal sözdür və buradakı vergül modal sözün tələbi ilə qoyulan vergüldür. Özündən sonra daha gələndə o ayaman çox qorxub. Və özündən sonra xitab gələndə vergül qoyulacaq. Hamısını çatdırıb yaza bilmədim. Deməli, əvəzliyimiz özü kim və nə sonuna cavab verərsə. Özündən sonra isim, sifət, say, zərf, modal söz, nida, xitab və eyni zamanda fe'li sifət gəldiyi zaman vergül mütləq qoyulmalıdır. Bəs nə zaman vergül qoyulmaz? O və bu əvəzliyi kim və nə sualına cavab verərsə, özündən sonra təsviflənən fe'l gələndə deyirəm ki, o yazmır. Daha sonra özündən sonra əgər əvəzli gələrsə, o mənə demədi. Ədat və digər köməkçi nitq hissələri modal söz və nidadan başqa gələrsə, məsələn, deyək ki, o da insandır. Bu zaman vergül işarəsi qoyulmaz. Deməli, özündən sonra təsviflənən fe'l gələndə əvəzlik gələndə, köməkçi gələndə, köməkçi nitq hissəsi gəldikdə, təbii ki, modal söz və nidadan başqa bu zaman vergül qoyulmayacaqdır. Bu kim və nə sualına cavab verərsə, əvəzlik bu qaydaya aiddir. Lakin əgər o və bu əvəzliklərimiz işarə əvəzliyi qismindədirsə, yəni bu əvəzliyi isimləşməyib və o işarə əvəzliyidirsə, yəni hansı və necə sualına cavab verirsə, bu zaman bu əvəzliklərdən sonra isimdə, sifətdə nə gəlirsə gəlsin, işarə məqsədi ilə işlədildiyi üçün biz burada vergül qoymayacağıq. Məsəl üçün deyirəm ki, o məktub mənədir. Sual verək, hansı məktub? Özündən sonra isim gəlib düzdür, amma burada əvəzliyimiz hansı sualına cavab verir?
Və yaxud da deyirəm ki, bu hadisə qorxuludur. Hansı hadisə? Bu hadisə. Artıq burada vergül olmayacaq. Bəzən işlənmə yerinə görə o və bu əvəzindən sonra vergül qoyula da bilir, qoyulmaya da bilir. Bu deməkdir ki, həm işarə əvəzliyi kimi düşünə bilirik, həm də şəxs əvəzliyi kimi və yaxud da ki, isimləşən bu əvəzliyi kimi düşünə bilərik. Məsəl üçün deyirəm ki, o bağçada işləyir. Ta ki deyirəm ki, onun yerinə bir insan adı qoyaq. Əli bağçada işləyir. Həm bunu şəxs əvəzliyi kimi düşünə bilirik. Kim bağçada işləyir? O. Əgər burada əvəzli o sual, belə deyim ki, o əvəzli kim sualına cavab versə, özündən sonra isim gəldiyi üçün vergül olacaq. Bir də deyirəm ki, əlimlə göstərirəm ki, o bağçada işləyir. Hansı bağçada? O bağçada. Artıq işarə məqsədi ilə dediyimiz üçün burada o əvəzliyindən sonra vergül qoyulmaya da bilir. Ola da bilər, olmaya da bilər. Bir də yadda saxlayaq. O və bu əvəzləri ismin yerində işləndikdə bəzən onlardan sonra əvəzlik də gəldikdə vergül qoyula bilər. Məsələn deyirəm ki, o sən və mən mütləq görüşək. Yəni sadalama mənası olduqda bu zaman o əvəzliyindən sonra vergül qoyula bilər. Baxmayaraq gözündən sonra əvəzlik gəlibdir. Sual əvəzlikləri yeganə əvəzliyinə və bütün əsas nitq hissələrindən sual əvəzliyi olduğundan dolayı bütün əsas nitq hissələrini əvəz edə bilir. Yəni kim, nə, hara, necə, nə cür, hansı, neçənci, nə edir, nə edəcək, nə tərzdə, haraya, harada və s. kimi sualların hamısı cavab verə bilir. Əvəzliklər vasitəsilə əşya, onun əlaməti, miqdarı, zamanı, yeri soruşulur. Alınan cavab söz əvəzliyin daşıdığı vəzifəni daşıyır. Bütün əsas nitq hissələrinin cümlə üzrəli sualları sual əvəzlikləridir. Sual əvəzləri bütün nitq hissələrini əvəz edir, desək səhv fikirdir. Çünki bütün nitq hissələri içərisində köməkçi nitq hissələri də gedir. Amma bütün əsas nitq hissələrini bəli əvəz eləyir. Məsələn deyirəm ki, dəftəri al. Sual verirəm ki, nəyi al? İsmilədir. Və yaxud da sifəti əvəz edir. Film maraqlıdır. Daha sonra sual əvəzlikləri hallana bilir. Eyni zamanda cəmlənə bilir. Məsələn, kim əvəzliyini götürək, ismi əvəz edək, kim əvəzliyi, kimlər, kimlərin, kimlərə, kimləri və s. Sual əvəzliyi digər əvəzliklərdən fərqli olaraq əvəzliklərin özünü də əvəz edir. Məsələn, deyirəm ki, mən dərsə hazıram. Sual verə bilərik ki, kim dərsə hazırdır? Artıq buradakı kim sualı mən əvəzliyini əvəz etmiş oldum. Sual əvəzləri heç bir suala cavab vermir.
və eyni zamanda sadə düzəltmə mürəkkəb olur. Sadəyə misal göstərmək olar kim, nə, hara, necə, neçə. Düzəltməyə misal göstərmək olar neçənci, mürəkkəbi də nə qədər, nə üçün. Ən sonuncu əvəzli məna növümüz isə təyinə əvəzliklərdir. Təyinə əvəzliklər hansılardır? Hər bir, bütün, filan, eyni, bir də öz əvəzliyidir. Hər, bütün, filan, hər bir, eyni, öz. Və əşyanı ümumi şeyə müəyyən etmək üçün istifadə olunan əvəzliklərdir. Bunlara təyin əvəzliklər deyilir. Və adətən bu əvəzliklər sifəti əvəz edərək hansı suallardan birinə cavab verir. Cümlədə təyin kimi çıxış edir. Təyin əvəzliklər sifəti əvəz elədir. Təyin əvəzliklər qurulurca sadə olur. Necə və hansı suallardan birinə cavab verir. Və təyin əvəzliklər heç bir vaxt cəmlənmir. İsimdən əvvəl gəlib onu təyin edir. Eyni əvəzliklər sifəti əvəz edir. Və eyni zamanda eyni əvəzlik üçüncü şəxsin məsbə şəkilçisini qəbul edib, ismin yerində şəxs şəkilçisi qəbul edə bilər. Deyirəm ki, eynisi kim gəlmişdi? Eynisi. Burada mənsubiyyət şəkilçisi qəbul etməklə eyni əvəzliyi isimləşmiş olur və sualına cavab verir. İsmi əvəz etmiş olur. Eyni əvəzliyi ismi əvəz edən zaman mübtəda tamamlıq da ola bilər. Eyni deməli fikri biz öz əvəzliyində aid edə bilərik ki, öz əvəzliyində mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallana bilir. Özü, özümün, özümə. Hər, bütün və filan əvəzlikləri var ki, bu əvəzliklər ancaq və ancaq sifətləri əvəz edə bilir. Cümlədə müstəqil təyin kimi işlənir, birləşmə tərkibində müxtəlif cümlə üzvü kimi işlənə bilər. İsimləşmir, hal, mənsubiyyət, şəxs şəkli, cəm şəkilçisi qəbul eləmir. Bir də gəl biz baxaq amonimliyinə, əvəzliklərin. Əvəzliklər amonimlik xüsusiyyətinə malikdir. Bu əvəzliklərimiz hansılardır? O, biz, kimi, elə, nə, bir də ən sonda nə. O əvəzlik şəxs, bir də işarə əvəzliyi ola bilər. O kitabımdır. Nə? O. Bir də deyirəm ki, o kitab mənimdir. Hansı kitab? O kitab. Artıq burada işarə əvəzliyidir. İsim kimi, məsəl üçün, çəkməcinin bizi. Bir də biz bacararıq. Əvəzlik kimi. Kimi, qoşma, əvəzlik. Qoşma kimi deyə bilərik ki, sənin kimi gözəldir. Əvəzlik kimi deyirik ki, kimi yazır, kimi də dinləyirdi. Elə və belə.
Elə əvəzi ola bilər. Deyirəm ki, elə çətin tapılar. Bir də ki, eyni zamanda yox da ki, belə kitablar az tapılar. Bu da əvəzlidir. Ədad kimi isə elə mən də onu deyirdim. Məhz mən də onu deyirdim.